dəyərli izləyicilər, hər vaxtınız xeyirli olsun. Bugün də sizlərə Nərimanov rayonunda yerləşən 3 otaqdan ibarət bir mənzili təqdim edirəm. Mənzil 101.5 kvadrat metr sahəyə malikdir. Sənəddə 2 otaq yazılmasına baxmayaraq, qanuni 3 otaqdan heç nə ilə seçilməyən bu mənzili gəlin yaxından tanıyaq. Görmüş olduğunuz kimi, qonaq otağının sol hissəsində yerləşən divar boyu yığılmış TV göşəmiz var. Bu hissədə isə 6 nəfərli yemək masası quraşdırılıb. Yemək masasının da ətrafında hərəkət üçün yer var. Qeyd edək ki, buradan mənzilin eyvanına çıxış var. Belə bir modern üslublu divan kreslo dəsti də quraşdırılıb. Divarın bu hissəsində isə belə bir güzgülü dekor hissə. İndi isə keçid eləyək mənzilimizin dəhliz hissəsinə. Bura mənzilimizin dəhliz hissəsi və buradan mənzilə giriş qapımız yerləşir. Burada gördüyünüz kimi belə bir güzgülü açarlıq hissə quraşdırılıb. Sanuzel qovşağı, hamam otağı. Burada da gördüyünüz kimi koridor dolabı yığılmış vəziyyətdədir və divar içərisində yığılıb daxilində işıqlar ilə birlikdə. Burada isə mənzilin mətbəx hissəsi və qarşıda mənzilin 2 yataq otaqları yerləşməkdədir. İndi isə keçid eləyək mənzilimizin mətbəx hissəsinə. Görmüş olduğunuz kimi olduqca gözəl formada dizayn olunan mətbəx hissəmiz var. Mətbəx hissəsi ölçü baxımından da olduqca əlverişlidir. Çünki kvadrat ölçülüdür. Yemək masasının ətrafında da hərəkət üçün kifayət qədər geniş yerimiz var. Belə bir modern üslubda mətbəx mebelimiz yığılıb. Gördüyünüz kimi burada kifayət qədər dolablarımız var. Qaz ocağı bu hissədə, moyka bu hissədə. Burada isə qab yuyan maşınımız mövcuddur. Qeyd edib ki, paltar yuyan hamam hissəsindədir. Belə, burada gördüyünüz kimi Toshiba markalı soyuducumuz mövcuddur. Ümumilikdə mətbəx texnikaları hamısı brend markalara məxsusdur. Samsung marka, Toshiba marka və sair kimi. Belə, gördüyünüz kimi bu hissədə 4 nəfərli yemək masası, belə bir gözəl modern üslub verilmiş bir TV hissə bölgəmiz mövcuddur. Belə, mətbəx hissəni mən sizə izah eləməyə çalışdım. İndi isə keçid eləyək mənzilimizin yataq otaqlarından birinə. Burada gördüyünüz kimi uşaq yataq otağıdır. 2 qoşaq çarpayı burada yerləşdirilib və yatağın yuxarı ətraf hissəsində kifayət qədər dolab yerləriniz mövcuddur, hansı ki, dərinlikləri də kifayət qədərdir. Burada da belə bir gözəl yazı masası və üzərində belə bir böyük dolab yerləşdirilib. İndi isə keçid eləyək mənzilimizin əsas yataq otağına. Və burada mənzilimizin əsas yataq otağı yerləşməkdədir. Buyurun, tanış olaq. Qeyd edeyim ki, bu əsas yataq otağı olduqca geniş ölçülərə malikdir. O cümlədən də burada belə bir gözəl, həm də çox geniş bir çarpayı yerləşdirilib və gözəl bir dizaynda yataq başlığı dizayn olunub. Burada gördüyünüz kimi make-up masası, ikili siyirtmə və o cümlədən də pufik. Qarşıda isə olduqca geniş, gözəl, həm də daxili işıqlı yataq otağının dolabı yerləşməkdədir. İndi isə son olaraq mənzilimizin sanitar qovşaqları ilə tanış olaq. Və burada mənzilimizin hamam otağı yerləşməkdədir. Paltar yuyan maşın isə hamam otağında quraşdırılmışdır. Və burada mənzilimizin kiçik sanitar qovşağı yerləşməkdədir. Və beləcə biz mənzilimizdən tanış olmuş olduq. İndi isə mənzil haqqında məlumatları bir daha nəzərinizə çatdırmaq istəyirəm. Mənzilimiz 101.5 kvadrat metr sahəyə malikdir. 2 otaqdan 3 otağa düzəlmə bir mənzildir. Sənədi kupçadır. İpoteka ilə mənzil sahibi olmaq istəyən müştərilər üçün tamamilə uyğundur. Gəldik mənzilin qiymətinə. Qiymət 395.000 manatdır. Maraqlanan şəxslər bizimlə əlaqə saxlasın. Sağ olun. Gələn görüşlərdə görüşənədək.